aza qane olan insanlardan deyilik. Hello, necəsiniz? Ümid edirəm ki, hər biriniz çox yaxşısınız və bugün artıq Ramazan ayının ilk günüdür. Bunu sayarsınız və bu vlogu da yeməkdən sonra izləyirsiniz. Əmim və ailəsi Almaniyadan gəlib, çox ani bir şəkildə gəldilər. Biz də onlara uyğun olaraq həm bir ümumi bir görüş təşkil etmək baxımından və s. bir yeməyə çıxaq dedik. Ailəlikcə hamımız, amma ailə dediyim də sadəcə öz mini ailəmiz yox, ümumi ailə baxımından söhbət gedir. Neysə, bugün elə olacaq, amma ilk öncə dərslərim var. Dərsləri də belə deyim, keçə bilməyim üçün, biraz da yuxulu olduğum üçün kofe içməliyəm. Buna görə də dedim, niyə də indi hazırlamayaq. Yəni çoxdan da belə bir vlog çəkmirdim. Kofe falan hazırladığım. Neysə, bu arada kofe maşını alacağım artıq. Kofe aparatı alacağım. Amma nə vaxt onu bilmirəm. Tələbələrim var 9-11-ci siniflər. Onlar imtahanlar versinlər. Ondan sonra çox ehtimal ki, fikrimi artıq kofe aparatı araşdırması yönləndirə bilərəm. Çünki mən bilirsiniz, mən bir şey alanda öncədən araşdırmalıyım. Tamam. İnandım. Öncədən onlar bir araşdırılmalı, bilinməlidir. Nə alına bilər, nə alına bilməz və s. Birlikdə kofe hazırlayaq. Havalar çox qəşəng isindiyi üçün Ramazan ayının o gözəl ab-havası gəldi. Həqiqətən. Mən çox sevirəm bu Ramazan ayında o yaranmış olan o gözəl qoxulu havanı. Və eyni zamanda havalar istiləşdiyi üçün Nigar avtomatik olaraq ice coffee-yə keçir. Yəni başqa cür mümkün deyil. Kanalımıza abunə olmağı, videomu bəyənməyi, fikirlərinizi məndən bölüşməyi qətiyyən unutmayın. Çünki bu da önəmli bir şeydir bizim üçün. Həm sizinlə söhbət eləmiş olarıq, həm də ailəmizin böyüməsinə səbəb olacaq. Ona görə bunları qətiyyən yaddan çıxartmırıq. A few moments later. Təsəvvür edin. Bu arada arxa plan biraz fərqlidir. O dipçəklər falan hamısı dəyişəcək. Anyway. Təsəvvürən bir dənə TikTok çəkməyə çalışıram. Cause iconic and I love the iconic shit var belə. Bayaqdan onun şeyini eləyirəm. Yəni onun provalarını yapıyorum. Provalarını eləyirəm, belə deyək. Canım çıxdı. Düz 28 dəqiqədir. Deməli, mən bu şey üstündə işləyirəm. TikTok üstündə işlədim. Həqiqətən çətin məsələdir. Neysə, və sizə outfitimi göstərirəm. Birazdan daha ətraflı göstərəcəm onsuz da. Amma makyajım baxın bu formadadır. Və aksesuarlarım və s. hər şeyimi taxmışam. Bir sırğa taxmışam. Sadə deyərəkdən yolumuza davam edirik. Çox tələs oldu. Ona görə sizə hazırlanma hissələrini göstərə bilmədim. Amma birlikdə gedirik yeməyə. Davay, gedirik. Almaniyadan gələn qohumlarımızın xoş günlərini yoxlayırıq. Xoş günlərinə mi? Yox, gəlişinə uyğun olaraq qonaqlıq təşkil olunur və o da ayda mikrofon. Neysə, iyi yemək seçimləri olunur. Ondan sonrasında keçin bol yeməklər olacaq. Amma yenə deyirəm, bu vlogu oruçluqdan şeydən sonra, bir aylardan sonra yox, elə deyirəm. Hamıda keçək görək. Sarıçqa yenə mən görək. Ailə sözləmir. Şəkil falan. Son cümlələri deyəcəkdir, daha üçün bu şey. Amma yapmaq lazım. Manchmal die Leben ist schwer, aber du kannst die einfach leben. Alkış. Sallamadığını Sallamadığını. Yalan deme. İmtahandan 300. Toplam yok değil. Sınağa çəkiliyor. Almanya'da Gündən hər birinizi xoş gördük. Bugün əslində mən sizə dünən bir şey vloglamaq istəyirdim. Mənim əmimgil evi xaricdə Almaniyadan gəldilər. Bir neçə gün burada qaldılar. Onların qaldıqları günü sizə vloglamaq istərdim sadəcə.
Nəsə o qədər çox qısa bir müddət, 5 günlük gəlib getdikləri üçün mən onu bir türlü, yəni ayarlaya bilmədim təəssüf ki. Mən dərslərim onları ziyarət etməyə getdiyimdə bəlkə elə bir şeylər çəkə bilərik deyə düşündüm. Bəlkə xaricə getmək istəyənlər üçün önəmli bir cümlə eşitmək istəyirlər. Sizə belə bir şey deyim. Bəzən insanlar düşünürlər ki, bir çox hallarda gecikirik, bir çox şey üçün gecikirik. Amma inanın ki, gecikmə deyə bir şey yoxdur. Hər kəs öz zamanında, öz axarında öz yolunu davam edəcək. Bunun ən bariz nümunələrindən biri, təbii ki, bizim nəsildəki hər kəs öz sahəsi üzrə mütəxəssisdir, tam professionaldırlar. Yəni müəllimlik olsun, IT sahəsi üzrə olsun, həkimliklər olsun və s. Ümumi olaraq bizim sahədə kim hansı peşəni seçirsə, o işin mütəxəssisi olmaq üçün çalışır. Ona da əlavə olaraq, mənim əmim, bu Almaniyada yaşayan əmim 40-lı yaşların əvvəlində artıq başladı Alman dilini öyrənməyə və hal-hazırda Almaniyada stomatoloq olaraq çalışır. Biz onun nələr yaşadığını, nələr çəkdiyini gördük. Heç asan deyildi əlbəttə ki. Bu arada, yəni bu da mənim üçün çox böyük bir motivasiyadır. O uşaqlar gəldi, 5 gün buradaydılar. O qədər, yəni bilmirəm niyə itmiş olan həvəs deməyim də, biraz qatlayıb rəfə qoyduğum bəzi şeyləri artıq geri gətirməyin vaxtı olduğunu anladım. Yəni addım atmağın zamanı olduğunu anladım. Dedim, okey, yəni mənim üçün də çox böyük bir motivasiya oldu. Dedim, elə bunu sizinlə də danışım, sizin üçün də bəlkə motivasiya olar. Bir də nə eləmişəm? Sizə bir şey, dünən axşam oturanda bir şey elədim. Kanalımda mən uzun müddətli gözlədiyim bir şey var idi. Mənim kanalımda bu hissəni görürsünüzmü? Bəlkə də çox önəmli bir şey deyil. Bəlkə də bunu deməmək lazımdır əslində. Amma o kanal, o hissəsində abunə ol yazısını hər kəsdə görürdüm. Və deyirdim ki, mənim də olsun. Və bilirdim necə olmaq lazımdır. Sadəcə telefondan eləmək biraz çətin məsələ olur. Biz onu ona görə kompüterdə eləmək istədim əslində. Və dünən gecə elədim. Niyə də yox dedim. Dedim, bu qədər şey desin, nədə o 2x2-dir. Yükləyəcəksə bunu buradan eləyəcəksə elədim. Yəni, bəlkə də sizin üçün çox böyük bir şey kimi gəlməmiş ola bilər, amma ertələyən insanlar üçün, hər şey mükəmməl olmasını istəyən insanlar üçün ertələmə deyə bir şey var. Ertəliyə hər şey mükəmməl olmasını istəyir. Halbuki orada dursun və mənim kanalıma bir plus da professionallıqdırmı? Bəlkə yox, amma kanalın gözəl görünməsinə səbəb olur. Shortslar paylaşmaq kanalı daha da gözəlləşdirir. Sizdən tək xahişim odur ki, kanala dəstək olmağınızı istəyirsinizsə, əgər videoları bəyənirsinizsə, mütləq şəkildə ora abunə olun, izləyənlər zəhmət olmasa və komment yaza bilərsiniz, fikirlərinizi məndən bölüşə bilərsiniz, hansı tipli videolar çəkmək daha maraqlı olar və s. Təbii ki, kontentləri artıq dəyişməyi düşünürəm. İndi bugün nağaracıyıq, həqiqətən bilmirəm, evdə heç kim yoxdur, sadəcə mənəm. A few moments later. Mən yenə buradayam. Təbii ki, yenə kofe hazırlayıram. Yenə bu işıq, yenə mən. Buradan heç vaxt vaz keçə bilməyəcəm deyəsən. Bu arada mikrofonu çıxartdım. Çünki mikrofonla evdə danışmaq bəlkə çöldə şey eləyə bilər, amma evdə danışmaq istəmədim bir tərəfdən. Çünki videonu izlədim. Bundan öncə çəkdiyim bir video var idi. Onu izlədim. Çox da öz videolarımıza, öz səsimizdən davam eləyək. Bir problem deyil. Özü bu işıqlar çox xoşuma gəldiyi üçün gündüz vaxtı olsa belə bu işıq mütləq şəkildə yandırıram. Danışsam daha yaxşı olar. Vaxtdan da getməmiş olar. Yəni düşündüm ki, belə mən məsələn bundan öncə bir Vagabond izləyirdim. Vagabond olmuş ola bilər. I don't know. Vagabond izləyirdim. O da bir Koreya serialdır. Niyə Koreya seriallarına bu qədər çox takmışam? Məncə orijinal bir çox hissədə orijinal kontent olduğu üçün, orijinal senaryolar bəlkə olduğu üçün çox xoşuma gəlir. Çünki hər şey bir-birinə oxşamasını sevmirəm. Amma məsələn var ki, romantik komedilərin çoxu klişedir, yəni bildiyimiz şeylərdir. Amma məsələn King the Land Business Proposal'dan sonra izlədiyim və romantik komedi olaraq adlandırdığım çox maraqlı seriallardan biri oldu. Çox da sevdim. Nəysə, ona görə də mümkün qədər çalışıram ki, ChatGPT ilə əlaqə saxlayıram. Belə, yəni hər hansı bir heç nə qalmadı. Onu boşalt necə? Bol südlü olacaq bu dəfə. Bu arada bir aparat almaq istəyirəm. Kofe maşını almaq istəyirəm özümə aparatı. Amma nə alacağımı bilmirəm. Tövsiyələriniz varsa verə bilərsiniz. Bu çox süd oldu. Yəni bu bayağı uzun süd oldu. Bunun kofesi biraz artıq olmalıdır ki, bir-birlərini kompensasiya edə bilsinlər. Siz nə edirsiniz? Necəsiniz?
İşiniz gücünüz gedir. Ümumi olaraq bura mən süd tökə bilməyim. Mən kofe tökə bilməyəcəm bunun hissəsini. Neysə, biraz böyük mü çaşqı götürsəm acaba? Yani güdüme falan çok fikir vermiyorum formama. Ben sushi demiştim. Sushi sipariş vereceği ve verdik. Sushi'nin siparişini verdik. Geldi sushi. Şimdi bakın onu göstereceğim size. Biz aza gani olan insanlardan değiliz. Ne yemekte ne ümumi olarak hiç ne böyle değil. Sushimiz var. Böyle gösterelim size. Burada benzeri normalde yiyiblər, ama ben ilk dəfə yiyirəm sushi Yakut'da. Biri budur, bu hot roll sushi seti. Bu da 50 dənə var, ama bu bizim için tabii ki azdı. Bu dəfə bir videoda, bir vlogda şey paylaşmıştım. Sushi yediğimiz hissden paylaşmıştım. Herkes şoka düşmüştü ve herkes bunu derdi ki siz sushi mağazası açabilirsiniz falan. Biz çok yedik sushini ve çok sevirik bu baxımdan. Neyse, belə, indi dərzəri gözləyirəm. Onlar da sok falan alacaqlar, birlikdə yeyəcəyik. Deməli, vlogun 2-ci gündə artıq həqiqətən bilmirəm. Bıraxdım o işləri. Bu çok qarışıq değil tabii ki. İlk önce bir derse gideceğim. Tabii outfitimi birazdan size gösterərəm. Ama makyajımı çok beğendim. Bilmirəm niyə. Üzümdə belə qəşəng bir parlaq durdu. Və mən bilirsiniz, parlaq makyajdan ötürü ölürəm. Hava da tutqundu. Əslində belə göstərməyə bir şey var mı, yox mu bilmədim də. Neysə, bugün dərsdən sonra bir alışverişə çıxacağıq. Bilmirəm nə qədər çəkə bilərəm, nə qədər çəkə bilməyəcəm. Amma alışverişin əsas məğzi həm özüm üçün bir şeylər, təkrardan bir şeylər baxmaqdır. Həmçinin də Yağmurun ad günü gəlir. Yəqin bəziləriniz bilirsiniz burada izləyənlərdən. Yağmurun da bir YouTube kanalı var. Onun için de özel olarak bir şeyler almak istedim ama ne alacağımı həqiqətən bilmirəm. Ya YouTube kanalı üçün mü, yani bir şeyler mi düşünüm, yoksa aksesuar ya da game olarak mı bir şeyler düşünüm, heç bir fikrim yoktu. Çok danışıp sizi yormak istəmirəm. Ona göre birazdan tekrardan görüşəcəyik. Aslında ad günü 2 gün önceydi. Sadece olarak bazı bir sıra sebeplerden hemen günü ad günü keçirmek çok da mümkün olmadı. Saçım başımda biraz şey oldu. Ve ona geçen bir hediye almışam. Dənizləriyə və mənim adımdandı. Ve içinde de bir iki minik böyle şokoladlar aldım. Tabii ki başka qəşəng şeyler de ola bilərdi də. Abituriyentdə daha çok böyle şokolad, şiriniyat yemək istəyərdi. Canı çəkərdi. Dedim ki ben bir qəşəng şiriniyat alım. Neyse. Sonra indi biraz çok şey oldu. İşler biraz çok karışık keçdi. Ona göre bazı hissələri çəkə bilməm, təəssüf ki. Çok sorry. Ama hal-hazırda biz hazırıq. Yəni hədiyyəni açanda, Yağmur hədiyyəni açanda sizə göstərərəm hədiyyəni. Burada göstərib də biraz sürprizi qaçırtmayayım. Deməli, uşaqlar, hədiyyəmi açmaq istəyirəm, amma biraz qorxuram. Çünki nəsə çox şey Gözüksün. korkuyorum. Bilincin bir sıfatı. Aynen böyle bir şey de olmuyor. Önemli detay değil. Korkuyorum. Sıfatı tabii yüreğim patladı. Ay onu takmayamamıştım. Oradan. Öyle bu değil. Ben baktığım değil. Ay uşaqlar çok şirindi. Buna bakın. Ay çok geçerli.